İmişlinin Sarıxanlı kəndində faşizm üzərində qələbə günü tədbirində SSR bayrağı dalğalandırılıb, rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədov sinəsində Georgi lenti ilə çıxış edib. Sosial mediada Rus imperiyasının rəmzi kimi Georgi lenti və SSR bayrağının dalğalanması müzakirə ediləndən sonra həmin Ağsaqqalın sədr vəzifəsindən azad edilməsi barədə xəbərlər yayıldı. Azərbaycan Ağsaqqallar Şurasının idarə heyətinin növbədənkənar iclası zamanı məsələyə baxılıb və Salih Səmədovun Şuranın nizamnamə tələblərini kobud şəkildə pozduğu qənaətinə gəlinib. Səmədov hətta Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb. Azərbaycanda SSR bayrağı və Georgi lentinin rəsmi qadağan edilməsi barədə məlumat yoxdur. Bu lent xüsusilə Rusiyanın Ukrayna ərazisini işğal etməsindən sonra post-sovet ölkələrində müzakirəyə çıxarılıb, bəzilərində qadağan edilib. Ağsaqqallar Şurasının saytında Şuranın məqsədi belə ifadə edilir: Azərbaycan xalqının milli mənəvi dəyərlərini və tarixi ənənələrini qorumaq, ölkənin inkişafına ağsaqqal töhfəsi vermək. Töhfənin massivləri isə çox da bəlli deyil.